Aha. Deməli, ilk öncə başlayacağıq Jean Piaget nəzəriyyəsi, zehni inkişafın mərhələləri nəzəriyyəsi. Bildiyimiz kimi, Jean Piaget koqnitiv inkişaf nəzəriyyəsidir və onun fikrincə, uşaqların düşüncə tərzi, uşaqların yaşı artdıqca mərhələli şəkildə dəyişir. Yəni uşaqların düşüncə tərzi yaş artdıqca mərhələli şəkildə dəyişir və artıq uşaq sadəcə məlumatı toplamır, həm də ətraf aləmi aktiv şəkildə öyrənmiş olur, yeni biliklər qurur və bunu da 4 mərhələyə əsasən müəyyən edir. Hansı mərhələlərdir? Birinci gəlir hissi hərəki mərhələ, yəni sensomotor mərhələ. Hansı yaşı əhatə edir? 0-2 yaşı əhatə edir. Və bu yaş dövründə uşaq dünyanı öz hissləri, öz hərəkətləri vasitəsilə dərk edir və yaxud öyrənməyə çalışır. Bəs məsələn, deyək ki, ana oyuncağı körpənin qarşısında saxlayır. Sonra oyuncağı gizlədir. Təbii ki, 6 aylıq bir körpə oyuncağı unudacaq. Ancaq 1 yaşdan sonra, məsələn, deyək ki, ana oyuncağı yorğanın altında gizlədibdir. Uşaq artıq 1 yaşdan sonra yorğanı qaldırıb oyuncağını axtaracaq. Bu artıq hansı yaş mərhələsindədir? 0-2 yaş mərhələsindədir. Hansı mərhələdədir? Hissi hərəki mərhələ. Çünki obyektin daimi olması anlayışı artıq bu yaş dövründə formalaşmış olur. Və yaxud əşyalarla reflekslər, manipulyasiya, yəni uşaqların əşyaları ağızlarına aparması bu yaş dövründə müşahidə olunur. Və artıq körpəlik dövrüdür bu yaş dövrü. Və bu yaş dövründə uşaqlar əsasən təkliyə önəm verir. Yəni digər insanlarla oynayım, ünsiyyət qurum bu yaş dövründə yoxdur. Qavrama əsasdır. Yəni sensor təcrübə burada ön plandadır. Hansı yaşda? 0-2 yaşda. Və yaxud uşaqları hər hansı bir narahatçılıqdan, təşviqdən uzaq tutmaq lazımdır. Hər zaman uşaqlar ön planda olmalıdır. Uşaqların maraqları ön planda olmalıdır. Məsələn, deyək ki, uşaq əli ilə suya vurur və burada su sıçrayır. Daha sonra uşaq bunu təkrar edəcək. Artıq bu nədir? Bu sensor təcrübədir. Bu artıq bir öyrənmə nümunəsidir. Artıq əlin suya vurur, suda sıçrayır. Artıq uşaq bunu təkrar etdikcə sensor təcrübə uşaqda formalaşmış olur. Ümumilikdə bunlar hamısı hansı yaşda mərhələdə məsələləri bağlayın. Hissi hərəki, sensomotor mərhələ. Hayatın bir tanesi. Sizləri xahiş edirəm, açmayın. Daha sonra gəlir ilkin əməli mərhələ. Buna həm də biz deyirik əməliyyat öncəsi mərhələ. Yəni hər iki adda bizim qarşımıza çıxa bilər. Əməliyyat öncəsi. Bu dövrdə artıq təfəkkür inkişaf etmiş olur. Ancaq məntiq hələ tam bir şəkildə formalaşmır. Çünki özlərinə aid olanlar uşaq düşünürlər. Uşaqların məhdud təcrübələri olur burada. Məsələn, egosentrik düşüncə. Uşaq elə bilir ki, hamı onun düşündüyünü düşünəcək. Məsələn, deyək ki, oyuncağını şkafın üstünə qoyub deyir ki, anam da onu görür. Ola bilər ki, ana başqa otaqdadır, amma deyir, yox, anam da o oyuncağı görür. Yəni, öz fikrinin başqasının fikrindən üstün tutmur da, yəni əsas öz fikridir, başqalarının fikri yox. Və yaxud sentrasiya. Sentrasiya nə idi? Uşağın yenə bir xüsusiyyətə diqqət etməsi. Yəni, burada əsasən yenə uşağın öz fikrinin ön planda olmasıdır sentrasiya. Məsələn, deyək ki, 2 stəkanda eyni miqdarda su var. Bir stəkandakı su uzun bir stəkana tökürük. Uşaq deyir ki, uzun stəkanda su daha çoxdur. Çünki orada nəyə fokuslandı? Hündürlüyə fokuslandı artıq. Yəni onun üçün maraqlı olmadı ki, bu 2 stəkanda da eyni qədər, eyni miqdarda su var idi. Artıq onu düşünmədi. Diqqət hara yönəldi? Hündürlüyə yönəldi. Və yaxud həddən artıq ümumiləşdirmə. Deyək ki, uşağın birin it dişləyibdir. Uşaq deyəcəkdir, bütün itlər pisdir. Və yaxud ilk dəfə bağçaya gəlib, deyək ki, onu bir qız uşağı incitdi. Uşaq da gəldi saçın yoldu. Gəlib evdə deyir ki, qrupdakı bütün qızlar, oğlanlar pisdir. Mən bir də bağçaya getmirəm. Mən onlarla oynamaq istəmirəm. Artıq bu həddən artıq ümumiləşdirmə sayılır. Sonra gəlir animizm. Animizm nə idi?
canlı və cansız varlıqları qarışdırmaq. Və yaxud deyir ki, burada günəş mənimlə gəlir. Məsələn, kuklam məni incidir. Artıq bu nədir? Canlı cansızı qarışdırma. Daha sonra dəqiqə, gəlir sinekretizm. Sinekretizm nə idi? Əlaqəsiz hadisələri bir-birinə bağlamaq. Məsələn, deyək ki, yağış yağır, çünki mən ağlamışam, ona görə yağış yağdı. Və yaxud gün çıxdı, çünki mən sevinmişəm, ona görə gün çıxır. Yəni, əlaqəsiz şəkildə öz beynində onu uyğunlaşdırmağa çalışır. Daha sonra gəlir assimilyasiya. Assimilyasiya yeni məlumatı, beyində olan köhnə məlumata uyğunlaşdırmaqdır. Məsələn, deyək ki, uşaq yalnız pişiyi tanıyır. Məsələn, ancaq pişiyi tanıyır. İlk dəfə dovşan görür, deyir, yox, bu da pişikdir. Çünki hələ dovşanı ilk dəfə görüb, beynində olan məlumatla əlaqələndirdi. Bu nədir? Assimilyasiya. Daha sonra burada var adaptasiya. Assimilyasiya, akkomodasiyanın birlikdə işlənməsidir. Məsələn, deyək ki, uşaq dovşanı pişik hesab edir. Ancaq fərqi öyrənir, yeni anlayışı qəbul edib uyğunlaşdırmağa çalışır. Ümumiləşdirsək, əməliyyat öncəsi, yəni ilkin əməli mərhələdə biz nələrdən danışdıq? Deməli, dedik ki, məntiqsiz, daha doğrusu məntiqi əlaqələri zəifdir, egosentrik düşüncə var, sentrasiya müşahidə olunur, yəni bir detal üzərində fokuslanırlar. Və yaxud təqlid oyunları, rollu oyunlar burada ön plandadır. Məsələn, 1-dən 10-a qədər sayır, ancaq 10-dan geriyə saya bilmir. Yəni, intuitiv, tərsinə sayma bacarığı yoxdur. Dil inkişaf edir, monoloq tipli danışıq inkişaf edir, yəni mən mərkəzi, mən konsepsiyası burada ön plandadır. Daha sonra sinekretizm dedik ki, sözləri birləşdirərək yanlış nəticələr çıxarır. Məsələn, qızıl əllər, qızıldan əllər. Artıq burada yanlış nəticələrin çıxarılmasıdır. Sonra gəlir konkret əməli mərhələ. 7-11 yaşı əhatə etmiş olur. Artıq burada məntiqi düşüncə inkişaf etmiş olur. Və burada var induktiv düşünmə, ən çox testlərdə qarşımıza çıxacaq olan. İnduktiv düşüncə nədir? Xüsusidən ümumi nəticənin çıxarılması. Yəni, xüsusi nümunələrdən ümumi nəticə çıxarılır. Məsələn, sadə bir nümunə deyirəm. Deyirəm ki, qarğa quşdur və yumurta qoyur. Qarğa, xüsusi. Göyərçin quşdur və yumurta qoyur. Daha sonra deyirəm ki, bütün quşlar yumurta qoyur. Artıq mən xüsusi bir anlayışdan gəldiyim ümumi bir anlayışı, bütün xüsusidən ümumiyə, yəni qarğadan, sərçədən, göyərçindən tək bəhs etdim. Sonra ümumiləşdirib bütün anlayışı ilə fikrimi yekunlaşdırdım. Bu olur induktiv düşünmə. Sonra sentrasiya dedik ki, hansı mərhələdə idi? İlkin əməli mərhələdə idi. Baxın burada. Ancaq desentrasiya isə konkret əməli mərhələdədir. Sentrasiya öz fikrini nəzərə aldı. Desentrasiya başqalarının fikrini nəzərə alır. Məsələn, əvvəlcə düşünürəm ki, mənim sevdiyim yeməyi hamı sevməlidir. Bu olacaq sentrasiya. Biri də var deyirəm ki, mənim sevdiyim yeməyi hamı sevməyə bilər. Hər kəs, mən pizza sevirəm, digəri məsələn, lahmacun sevir, plov sevir. Artıq mən bunu başa düşürəm. Başqalarının fikrini də başa düşürəm. Və yaxud qruplaşdırma. Bu yaş dövrünə aiddir. Məsələn, deyək ki, kubları qırmızı olmağına görə, sarı, mavi olmağına görə uşaq qruplaşdırır. Və yaxud sxemləşdirmə. Meyvələri bir qrupa, tərəvəzləri də başqa qrupa ayırır. Daha sonra yazaraq hesablama. Barmaqla hesablasam, ilkin əməldədir, yadda saxlayın, barmaqla hesablamaq. Yazaraq hesablama varsa, bu konkret əməli mərhələdir. Deyirəm, 3-ün üstə 3 gələndə neçə eləyir? Uşaq avtomatik 6-6 hesablayır, deyir ki, 6 eləyir. Artıq bu nədir? Konkret əməli mərhələ. Ümumiləşdirsək, burada nələri öyrəndik? İnduktiv düşünmə, məntiqi təfəkkür dedik ki, inkişaf edir. Geri sayma. Məsələn, dedim ki, 1-dən 10-a qədər sayır, ondan geriyə saya bilmir. Yəni, intuitiv. Bu oldu ilkin əməldə. Artıq geriyə saya bilirəmsə, məntiqi mühakimələr əsasında düşüncə formalaşdırıramsa,
və yaxud yazaraq hesablama. Bunlar olacaq. Müqayisələr etmə, abstrakt düşünmə hələ formalaşırsa, əgər sözü ilə başlayır, cümlənin başlığı əgərlə başlayır. İndi ona aid də nümunələr deyəcəm. Bu olur 7-11 yaş, yəni konkret əməli mərhələ. Sonra gəlir formal əməli mərhələ. Artıq burada elmi düşüncə, abstrakt təfəkkür inkişaf edir. Burada var artıq deduktiv düşünmə. Dedik induktivdə nə oldu? Xüsusidən ümumiyə. Deduktivdə isə tam əksidir. Ümumidən xüsusi nəticənin çıxarılması. Yəni ümumi qaydadan xüsusi nəticə çıxır. Məsələn, deyirəm ki, bütün bitkilər suya ehtiyac duyur. Bütün. Artıq mən burada cümləmi bütünlə başladım. Daha sonra deyirəm ki, limon ağacı da suya ehtiyac duyur. Bu da olur xüsusi anlayış. Ümumidən xüsusi nəticə çıxarıramsa, bu olur deduktiv düşünmə. Və yaxud hipotetik düşünmə dedikdə biz nə başa düşürük? Ehtimal ki, yəni fərziyyələr. Məsələn, deyirəm ki, əgər çox məşq etsəm, məsələn, şeir yarışında qalib gələcəm. Ehtimal, fərziyyələrlə danışıram. Fikrimi hələ fərziyyələrlə irəli sürürəm. Və yaxud konseptual düşünmə. Anlayışlar arasında əlaqə qururam. Artıq mən burada niyə, nə üçün, nə səbəbə suallarına əsasən fikirlərimi izah etmiş oluram. Abstrakt təfəkkür, hipotetik düşüncə dedik ki, inkişaf etdi. Deduktiv düşünmə, proaktiv suallar, yəni işin əvvəlcədən planlaşdırılması, suallara əvvəlcədən hazırlıqlı olmağımız, işimizi sistemli şəkildə planlaşdırmağımız, sosiallaşma, ünsiyyət qurma, qaydalara əməl etmə və yaxud nəticəni əvvəlcədən dərk etməyimiz. Bunlar hamısı aiddir hansı mərhələ? Formal əməli mərhələ. Daha sonra koqnitiv inkişafa təsir edən qanunlar var ki, məsələn, birinci gəlir zehni yetkinləşmə. Yəni, beynin uşağın yaşına uyğun şəkildə inkişaf etməsi. Məsələn, mən 2 yaşlı uşağa deyə bilmərəm ki, sən 15-ə qədər saymalısan. Xeyr, onun yaşına uyğun şəkildə olmalıdır. Və yaxud təcrübə, insanın yaşadıkları ilə öyrənməsi. Üçüncü uyğunlaşmadır, yeni mühitə uyğunlaşma. Deyək ki, bağçaya yeni bir uşaq gəlir, ilk gün çətinlik yaşayır. Artıq bir neçə həftədən sonra qaydalara alışır, uşaqlarla əməkdaşlıq edir, ünsiyyət qurur. Zehni təşkil etmə, məlumatı sistemləşdirir. Məsələn, uşaq bütün meyvələri bir qrupda saxlayır, artıq onu sistemləşdiribdir. Tarazlama və balanslaşdırma. Məsələn, deyək ki, uşaq düşünür ki, bütün uçanlar quşdur. Daha sonra yarasa görür. Artıq uşaqda bir çaşqınlıq yaranır. Öyrənir ki, yox, yarasa məməlidir. Artıq onda yeni bir bilik formalaşır. Beyində artıq bildiyi fikir tarazlaşır. Bu da oldu nə? Tarazlama və balanslaşdırma. Bu əsasən o qədər də düşmə ehtimalı çox aşağıdır, ancaq yenə də bilməyin heç də ziyanı yoxdur. Bu oldu bizim Piaget ilə bağlı dərsimiz. İndi isə Vygotskyyə keçəcəyik. Vygotskyyə keçənə qədər chat yerinə baxaq. Görək kimin sualı varsa yazsın. Ancaq xahiş edirəm səsi açmayın. Yazın görək kimin sualı var. Sualı olanlar yaza bilər. Piaget ilə bağlı əlavə başa düşmədiyiniz nəsə qaldısa deyə bilərsiniz. İndi isə Lev Vygotskyni keçəcəyik və Vygotsky ilə Piaget'in oxşar fərqli cəhətləri. Çox sağ olun. Sual olan yoxdur. Əsasən ilk dərsdə sual olmur, ancaq yenə də kim bilmək istədiyinə varsa verə bilər. Müəllimə, bağışlayın, dedi səs açmayın, amma səsi açmadan istədim, açın deyim. O sinetrizm, nə bilim, proaktiv, reaktiv, bunların hamısını xahiş edirəm. Onların mənalarını yazıb İndi atardınız. onlara aid nümunələr deyəcəm ümumi. Vygotskyni də izah edim, ona aid nümunələr deyəcəm. Narahat olmayın. Çox sağ olun müəllimə, çox sağ olun. Sağ olun. İndi isə izah edəcəm Vygotskyni, daha sonra ümumiləşdirəcəyik. Deməli,
Lev Vygotsky sosial mədəni nəzəriyyə və yaxud sosial inkişaf nəzəriyyəsi, belə də deyə bilərsiniz. Uşağın tək başına yox, ətrafındakı insanlarla ünsiyyət qurması, əməkdaşlıq etməsi əsasında inkişaf edib yaranmışdı. Və Lev Vygotsky'nin fikrinə görə uşağın öyrənməsi, zehni inkişafında həm ailənin, həm dostların, müəllimin, cəmiyyətin rolu böyükdür. Və onun əsas fikri nə idi? Öyrənmə inkişafdan əvvəl gəlir. Yəni uşaq əvvəlcə böyüklərin köməyi ilə öyrənir, daha sonra həmin işi müstəqil yerinə yetirməyə başlayır. Məsələn, deyək ki, uşaq ayaqqabısının bağını bağlaya bilmir. Ana uşağı addım-addım göstərir. Uşaq da bir neçə dəfə təkrar edir, daha sonra artıq onu özü bağlamağı öyrənir. Bu prosesi kim izah edib? Lev Vygotsky izah edibdir. Və Lev Vygotsky nəzəriyyəsində Elkonin var ki, yaş dövrlərinə, yaş periodizasiyasına bölmüşdü. 0-1 yaş aparıcı fəaliyyətdir. Yəni burada əsasən böyüklərlə emosional ünsiyyət formalaşır. Məsələn, deyək ki, uşaq ağlayır, ana uşağı qucağına alır. Təbii ki, burada nə formalaşacaq? Təhlükəsizlik hissi və yaxud uşağın anaya bağlılığı, ilkin inam hissi formalaşır. 1-3 yaş, körpəlik dövrü artıq burada aparıcı fəaliyyətdir. Aparıcı fəaliyyətdə əşyalarla manipulyasiya var. Məsələn, uşaq kubikləri düzür və yaxud qapını açıb bağlamağı öyrənir, qaşıqla yemək yeməyə çalışır. Bu da uşağın həm düşüncəsini, həm nitqini, həm kiçik motorika bacarığını, həm də idrakini inkişaf etdirir. 3-7 yaş, məktəbə qədər dövr. Aparıcı fəaliyyət nədir? Rollu oyunlar. Məsələn, uşaq müəllim olacaq, həkim olacaq, bir sözlə də rol canlandırır. Bu da uşağın həm təxəyyülünü, həm ünsiyyətini, həm də sosial davranışını inkişaf etdirir. Bir də kiçik məktəbli, 7-10 yaş dövrü. Və burada artıq əsas aparıcı fəaliyyət təhsil fəaliyyətidir. Yəni burada uşaq artıq suallar verir, səbəbləri araşdırır, kitab oxumağa çalışır. Bu da intellektual inkişafın güclənməsi deməkdir. Və bu yaş dövrlərinə əsasən 4 əsas meyar var. Birinci, sosial situasiyadır. Yəni uşağı əhatə edən mühit uşağın inkişafına təsir edir. Məsələn, deyək ki, kitab oxuyan bir ailədə təbii ki, böyüyən uşaqda söz ehtiyatı da artmış olacaq. Yəni ünsiyyət, sosiallıq, münasibət, mühit burada əsasdır. Aparıcı fəaliyyət ikinci. Qeyd edək. Müəyyən yaşda inkişafı ən çox təmin edən fəaliyyət. Məsələn, 3-6 yaşda mən hansı oyunlar əsas götürürəm? Təbii ki, rollu oyunlar əsas götürürəm. Üçüncü gəlir böhran. Böhran inkişaf zamanı baş verən kəskin dəyişikliklərdir. Məsələn, 3 yaş böhranından danışıram. Özüm edəcəm düşüncəsi, inadkarlıq, höccətlik, müstəqil olmağa çalışmaqdır. Belə bir sual da testlərə salmışdım. 3 yaş böhranına aid deyil. Orada cavab sosiallaşma, sosial normalara əməl etmək. Baxın, bunlar 3 yaş böhranına aid deyil. Təbii ki, aid olanlar hansılardır? Höccətlik, inadkarlıq, özüm yanaşması. Sonuncu gəlir törəmə. Hər yaşda yaranan yeni keyfiyyətlər. Məsələn, 1 yaşda uşaq ilk sözləri deyirsə, artıq 6 yaşda oxumağa maraq yaradacaq. Bu da oldu 4 əsas meyarımız. İndi isə baxacağıq Vygotsky'nin əqli inkişafının 2 əsas səviyyəsi. Birinci gəlir aktual inkişaf zonası. Uşağın özü tərəfindən müstəqil şəkildə yerinə yetirdiyi tapşırıqlardır. Uşağın özü tərəfindən müstəqil yerinə yetirdiyi tapşırıqlar. Yəni tək başına. Məsələn, 10-a qədər saya bilir. Adını yaza bilir. Sərbəst bir şəkildə ailə üzvlərini sadalayır. Heç kimə köməyə, belə deyim də, köməyinə ehtiyacı yoxdur. Sərbəst fəaliyyət nümayiş etdirə bilir. Bu olacaq nə? Aktual inkişaf zonası. Bir də yaxın inkişaf zonası var. Artıq uşaq bu zonada tapşırıqları daha bacarıqlı bir şəxsin köməyi ilə yerinə yetirəcək. Və bu da uşağın hazırki inkişaf səviyyəsi ilə potensial inkişaf səviyyəsi arasındakı fərqidir. Yəni tək edə bilmədiyini böyüklərin köməyi ilə edə bildiyidir. Məsələn, 20-yə qədər saya bilmir. Müəllim birlikdə sayır, uşaq da təkrar edir. Artıq bir müddətdən sonra uşaq sərbəst bir şəkildə 20-yə qədər sayacaq və buradan yaxın inkişaf zonasından artıq keçəcək aktual inkişaf zonasına. Sonra var dayaq scaffolding.
Dayaq scaffolding nədir? Böyüklərin, bacarıqlı yoldaşlarının uşaqlara müvəqqəti dəstək verməsi, istiqamət verməsi və tapşırığın icrasında rəhbərlik etməkdir. Müvəqqəti dəstək. Cavab vermirəm. Hazır cavab yoxdur. Sadəcə istiqamət var. Məsələn, deyirəm ki, uşaqlar 5-in üstə 3 gələndə neçə edir? Birbaşa uşağa demirəm ki, cavab 8-dir. İstiqamət verirəm. Deyirəm, əlində neçə qələm var? Daha 3 qələm versəm neçə qələm olar? Gəlin indi birlikdə sayaq. Uşaq da başlayır özü bir-bir qələmləri saymağa. Demək mən nə etdim? Uşağın özünün nəticəyə gəlməsinə şərait yaratdım. Yəni scaffolding fəaliyyəti nümayiş etdirdim. Scaffoldingə məsələn istiqamət vermək. Deyirəm ki, birinci şəklə bax, daha sonra cavabı taparsan. Yəni uşağı istiqamətləndirdim. Yönəldici suallar verirəm. Deyirəm, səncə niyə belə oldu? Səncə onun üstə 5 yayında 15 edirmi? Uşağa çalışıram ki, suallar verərək öyrənməsinə şərait yaradım. Həyati nümunələrdən istifadə edirəm. Məsələn, deyirəm ki, meyvələri necə sayırıqsa, bu tapşırığı da həll edə bilərik. Gəl dediyim kimi meyvələri sayma üsulumuzdan istifadə etdiyimiz üsuldan istifadə edək. Artıq uşaq görəcək ki, hə, bu üsul daha yaxşıdır. Və yaxud addım-addım öyrətmək. Əvvəl hərf, sonra heca, sonra sözlər. Əyani vəsaitlərdən istifadə edirəm. Məsələn, şəkillərdən, kartlardan, kubiklərdən və s. Daha sonra Vygotsky'də dilin rolu ön plandadır. Yadda saxlayın. Vygotsky'yə görə dil düşüncənin əsas vasitəsidir. Yadda saxlayın. Dil. Dəqiqə qələmi qeyd edək. Yəni testdə çox düşür. Ona görə yadınızda qalsın. Daha sonra ən vacib hissə. Piaget ilə Vygotsky. Müqayisəsi, fərqli cəhətləri. Deməli, koqnitiv inkişaf və öyrənmə. Bu olacaq Piaget nəzəriyyəsi. Yəni bir sözlə də birinci inkişaf gəlir, sonra öyrənmə. Bu testdə çox düşür. Bu olur Piaget. Birinci öyrənmə gəlir, sonra koqnitiv inkişafın 4 mərhələsi gəlirsə, bu Vygotsky'dir. Uşağın özü kəşf edirsə, öz biliyin kəşf edirsə, Piaget'dir. Böyüklərin köməyi daha təcrübəli, yəni yaxın inkişaf sonrasıdırsa, Vygotsky. Sosial mühitə az əhəmiyyət verirsə, Piaget'dir. Sosial mühitdə öyrənmə baş verirsə, bu olacaq Vygotsky nəzəriyyəsi. Dilin rolu minimaldır. Piaget, dilin rolu maksimaldır. Vygotsky. Scaffolding fəaliyyəti. Vygotsky, cəmiyyətin roluna az əhəmiyyət verirsə, Piaget. Və yaxud uşaqlarda zehni inkişafı mərhələlərlə gedir. Yəni 4 mərhələdən danışdıq da, hissi hərəki, İlkin əməli, konkret əməli, formal əməli. Bu olacaq Piaget. Ancaq scaffolding, dayaq, yaxın inkişaf sonrasından danışıramsa, bu da olacaq təbii ki Vygotsky nəzəriyyəsi. Dedik ki, nitqin rolu əhəmiyyətlidir. Vygotsky nəzəriyyəsi. Uşaqlar özləri dünyanı dərk edib anlamalıdır. Piaget nəzəriyyəsi. Bəs yaxşı, ikisinin də ortaq cəhəti hansıdır? Təbii ki, oyundur. Hər ikisinin həyatında uşaqlarda oyun fəaliyyətinə önəm vermişdi. Dedik ki, inkişaf öyrənməyə doğurur. Bu Jean Piaget'dir. Öyrənmə inkişaf Vygotsky'dir. Və yaxud sosial mühitə təklikdən başlayıram, yavaş-yavaş sosiallaşıramsa Piaget'dir. Ancaq sosial mühitdən başlayıramsa, bu olacaq Vygotsky. Bu da oldu Vygotsky ilə Piaget'in ortaq fərqli cəhətləri. Tək ortaq cəhət hansı oldu? Oyun oldu. Bu vərdişi özünüz üçün oxuyarsınız. Vərdişə ehtiyac yoxdur. Əsas olan hissələr bunlar idi. İndi isə vacib qeydlərdən danışacağıq. Chat yerini açaq. Siz də öz fikirlərinizi yazın. Mən nümunələr deyəcəm. Siz də yazarsınız. Məsələn, deyək ki, uşaq düşünür ki, günəş onunla birlikdə hərəkət edir. Bu hansı mərhələ idi? Hansı terminlə bağlı idi? Yazın görək. İlkin əməli mərhələdə hansı terminlə bağlı idi? Samsung adı ilə girən müəllimə hər həftə xeyr, sadəcə bugünlük nümunə olaraq paylaşmışam. Bu ödənişli dərsin kaydıdır.
Bəli, bu sinkretizmdir. Uşaq düşünür ki, günəş onunla birlikdə hərəkət edəcək. Yəni uşağın düşüncəsində fərqli hadisələr əlaqəsiz şəkildədir. Bu oldu sinkretizm. Və yaxud deyək ki, uşaq düşünür ki, məsələn, külək uşağa görə əsəbləşib, ona qəzəblənibdir. Bu hansı mərhələ olacaq? Yazın görək. Səsləri açmayın. İlkin əməlidir, bəli. 2-7 yaş. Canlı cansızı qarışdırıramsa, təbii ki, animizm. Bəs Səs gəlmir müəllimə. Aha, internetdə problem yarandı. Səsim gəlir indi. Bəli, müəllim. Gəlir. Gəlir. Yaxşı. Dedik ki, intuitiv, yəni tərsinə saya bilmir. Bu ilkin əməldədir. Ancaq tərsinə sayma bacarığı varsa, bu konkret əməli mərhələdədir. Bəs yaxşı, hansı termində idi? Uşaqlar ətrafdakı hər şeyi insanlar tərəfindən yaradıldığını düşünürdü. Yazın görək bu termini kim bilir? Aha, bəli, artifikalizm. Jean Piaget-ə aiddir. Hansı yaşa aiddir? Təbii ki, 2-7 yaş. Məsələn, yağışın yağması. Və yaxud deyir ki, yağışın yağmasına aid məsələn deyə bilər ki, biri yuxarı mərtəbədə məsələn kranı açıbdır. Ona görə də yağış yağır. Buludlar da ağlayır. Artıq burada mənasız əlaqələndirir və yaxud deyək ki, göy üzündəki işığı kimsə söndürdü. Ona görə gecə oldu. Və yaxud deyək ki, biz yolumuzu görək deyə göydə kimsə fənər asıb, fənər yandırıb. Bu nə ilə bağlıdır? Artifikalizmlə bağlıdır. Bəs yaxşı, yeni biliyə uyğunlaşmaq üçün assimilyasiya və akkomodasiyanın birlikdə işlənməsi. Assimilyasiya və akkomodasiya. Nə ilə bağlı idi? Təbii ki, adaptasiya, bəli. Daha sonra öz fikrinin əsas fikir olduğunu düşünürdü. Başqalarının fikrinin fərqinə varmırdı. Hansı termində idi? Səsləri bağlayın. Egosentrik düşüncə və yaxud da mən konsepsiyası. Bunlar da ilkin əməli mərhələyə aiddir. Bəs yaxşı, tənqidi anlayışları ümumiləşdirmək və onları kateqoriyalara əsasən ayırmaq hansı termində idi? Və bu formal əməldə idi. Yadınıza salın görək. Demişdik, ümumiləşdirir və kateqoriyalara ayırır. Yazın, səsləri bağlayın. Dəqiqə. Konseptual düşünmədir müəllimlər. Deduksiyanın burada nə işi var? Konseptual düşünmə, mücərrəd düşünmə, səbəb-nəticə əlaqələri, ümumiləşdirmə, qruplaşdırma, bunlar hamısı aid edilir. Bəs yaxşı, induktiv düşünmə dedik. İnduktiv düşünməyə bir nümunə yazın görüm. Qısaca bir nümunə. İnduktiv düşünməyə aid bir nümunə yazın görək.
Yazın görək. Məsələn, deyək ki, uşaq bağçada qırmızı gül iyləyir, deyir nə gözəl iyi var. Gəlib evdə də həmin qırmızı gülü qoxlayır, iyi gəlir və düşünür ki, demək dünyadakı bütün qırmızı güllər və yaxud qızıl güllər gözəl qoxur, gözəl iyi gəlir. Bu nədir artıq xüsusidən ümumi nəticənin çıxarılması. Bu olacaq induktiv düşünmə. Bir də deduktiv, ümumidən xüsusiyə. Məsələn, deyirəm ki, payızda bütün ağacların yarpaqları saralır. Bütün. Bu olacaq ümumi anlayış. Uşaq həyətə çıxanda çınar ağacını görür və deyir ki, bu çinarın da yarpaqları saralacaq. Artıq bu nədir? Bütün ağacların yarpaqları saralacaq. Bu çinarın da yarpaqları saralacaq. Ümumidən xüsusiyə. Bu da olur deduktiv düşünmə. Daha sonra abstrakt təfəkkür nə oldu? Yazın görək. Abstrakt təfəkkür. Abstrakt təfəkkür dedik ki, 11 yaş üzəri, yəni formal, əməli mərhələ ilə bağlıdır. Gözlə görülməyən, toxunulmayan simvollar, ideallar üzərində uşağın düşünməsi. Daha sonra scaffoldingə bir nümunə deyin görək. Nə deyə bilərsiniz? Scaffolding fəaliyyətinə bir nümunə deyin görək. Yəni dedik ki, müəllim və yaxud böyüklər tərəfindən dəstək yoxdur. Uşaq müstəqil bacara bilir. Bayaq bir nümunə dedik ki, uşaq ayaqqabının bağını bağlaya bilmir, valideyn kömək edir. Bu yaxın inkişaf idi. Ancaq ilk dəfə deyək ki, bağlamağı öyrənir. Ayaqqabını özü bağlayır da. Yəni heç kimə köməyə ehtiyacı yoxdur. Sərbəst bir şəkildə edə bilir. Təbii ki, bu nə olacaq? Scaffolding fəaliyyəti, yəni köməyə ehtiyac yoxdur. Məsələn, 1-dən 20-yə qədər saya bilmir. Müəllimin dəstəyi ilə sayır, daha sonra sərbəst bir şəkildə artıq saymağı öyrənir. Bu olacaq hansı zona? Yazın görək. Aktual zona. Səsləri açmayın. Daha sonra, bəs komfort zona nədir? Yazın görək. Komfort zona. Komfort zonada nə baş vermir? Kim yaza bilər? Komfort zonada nə baş vermir? Komfort zonada müəllimlər öyrənmə artıq baş vermir. Niyə baş vermir? Çünki uşaq artıq rahatdır. Uşaq heç bir çətinlik çəkmədən özü öyrənir. Sərbəst fəaliyyətləri yerinə yetirir. Çünki artıq burada yeni bilik əldə etmə yoxdur. O yeni bilik əldə etmə, müvəqqəti dəstəyə ehtiyac duyma, onlar hamısı yaxın inkişaf zonasındadır. Artıq komfort zonada uşaq hər bir şeyi çoxdan öyrənib. Beynində o bacarıq var. Deyirəm, məsələn, 20-yə qədər saya bilərsən, deyir, mən onu onsuz ki, çoxdan bilirəm. Bu artıq nədir? Komfort zonadır. Uşağın müstəqil fəaliyyətindən danışıram. Uşağın burada rahatçılığından danışıram. Sonra başqa vacib qeydimiz qalmadı məncə. İndi bu dərslərə aid izah, PDF, qaydlar, testlər, Vygotsky, Piagetə aid həddən artıq çoxlu testlərimiz var. Onun hamısı dərsdən sonra
qrupa göndəriləcək. Müəllimə bir sual verə bilərəm.